Erkən dönəmlərdə yenə də deyirəm, sinektiyaların müalicəsi küt üsulundan da aparıla bilir, amma artıq gecikmiş mərhələdə, məsələn, bu yaxında bir 8 yaşında, yəni uşaq gətirdilər yanıma. 8 yaş böyük yaşdır. Yəni 8 yaşında olduğu üçün biz onu ayıq şəkildə yox, sedasiya altında elədik. Ona görə ki, bu uşaqda gələcəkdə problemlər, yəni psixoloji bir qorxu olmasın, travma olmasın, bu xəstələr sonradan vaginizm xəstəsi ola bilirlər. Bu baxımdan biz onu sedasiya etdik. Doktor, bəs niyə valideyn bax bu qədər gecikdirib? Yenə də mi günahkar məlumatsızlıqdır? Məlumatsızlıqdır və bir də bunu deyim ki, valideyn əslində bunu artıq bu problemin olduğunu özü aşkar edib və bununla bağlı həkimə müraciət edib. Mən bəzən... Neçə yaşında? 8 yaşında? Yox, 3 yaşında müraciət edib, 5 yaşında müraciət edib, pediatra müraciət edib, ginekoloqa müraciət edib. Lakin onlar bu haqda, yəni deyiblər ki, bir müddət sonra özü keçəcək. Amma mən bir daha vurğulayıram ki, yəni sinektiya öz-özünə keçə bilən bir xəstəlik deyil və ona görə də biz, məsələn, mən bu yaxında pediatrik konferansda da iştirak elədim, pediatrlara da bunu aşılayırıq ki, yəni bu problem varsa, siz bunu özü keçəcək deyə bildirməməlisiniz. Heç olmasa bilmirsiniz, doğru mütəxəssisə yönləndirin də, çünki bu xəstəlik heç bir insana. zaman özündən keçən bir xəstəlik deyil. Amma biz bunu yerli estrogen gellərlə də aradan qaldıra bilirik təzə mərhələlərdə, erkən mərhələlərdə, bəli, kiçik yaşlarda. Amma bu 8 yaşında müraciət edən xəstəmizdə artıq bu illərlə, hətta mən sizə deyim ki, mən bu xəstələri, yəni zaten valideynlərin iştirakını təmin edirəm. Bu xəstələrdə bu problemi aradan qaldırdığım zaman valideynə də bildirdim ki, bu artıq o qədər uzun illər olub ki, bu sinektiyada bitişmə ki yaranıb, o bitişmə olan toxuma artıq qalınlaşıb. Biz orada artıq küt üsulla eləyə bilmirik və məhz bu zaman karbon dioksid lazerlə etdik.